Havalar yavaş-yavaş soyuyur. Ona göre kardeşinizin iki güzel məsləhətini eşidin. Birincisi sağ olsun Rövnəq Abdullayev çoxdan demişti, xatırladım. Nə badə pəncərələrinizi, qapınızı açıq qoyasınız. Çünki Rövnəq müəllim demişdi ki, qış aylarında, soyuq havalarda, qaz təminatında çatışmamazlıq əsasən ona görə yaranır ki, əhali qapı pəncərəsini açıq qoyur. Ona görə qaz israfı yaranır. Bunu eləməyin. Bilirsiniz ki, dövlətimizə baha başa gəlir. Kənar Afrika, Hindistan ölkələrindən qazı min bir zülmlə alıb ölkəmizə gətirir. Qədrin bilək. İkinci ən vacib məsələ. Azərbaycan hakimiyyəti bizim qayğımıza, mədəni istirahətimizin təşkili üçün qayğımıza qalaraq 2 milyard dollara mı, manata mı, euroya mı Şahdağ turizm kompleksi tikib. Çox təəssüf ki, hər il o istirahət kompleksi ziyanla işləyir. Bugün olan məlumata görə istirahət kompleksinin, bu turizm mərkəzinin təxminən 100 milyarddan çox borcu var, ziyanı var. Hər il 7-8 milyon ziyan eləyirlər. Niyə ay qardaşlar, ay bacılar? Niyə gedib ora baş çəkmirsiniz? Bax, yastığınızın altında saxladığınız pullar ki var, Azərbaycan hökuməti zülüm çəkir, büdcəni doldurmaqdan ötürü onu sizdən cərmələr vasitəsilə alır. Cərmələrə verdiyinizə gedib o yerdə niyə istirahət eləmirsiniz? Axı bilirsiniz ki, orada istirahət eləsəz yaxşı, dincəlsəz, o yastığın altında saxladığınız pulları ora sərf eləsəniz, büdcəmizdə əhəmiyyətli irəliləyiş olar. Ən azı dövlət hər il o turizm mərkəzinin saxlanmasına milyonlarla pul xərcləməz, sizə xərcləyər, bizə xərcləyər. O Şahdağ turizm mərkəzi səmərəli fəaliyyət göstərsə, kimin şübhəsi var ki, oradan əldə olunacaq vəsaitləri, pulu hökumətimiz pensiyaların, maaşların artırılmasına sərf eləməyəcək, yeni iş yerləri açmayacaq, qayğımıza daha geniş imkanlarla qalmayacaq. Şübhəz var buna. Yoxdursa onda buna paxıllıqdır. Gedin pulunuzu zəhmət olmasa Şahdağ istirahət mərkəzinə sərf eləyin. Bu da mənim ikinci gözəl bir məsləhətim idi.